6 nəfər etkin, 4 nəfər naməlum yazılmışdı. Cəmi yanvar şəhidlərini ehtiramla anırıq. Video daha önce hazırlanıb. 2013 Qarabağ Frankfurt 0-2 gerideyik ama azarkeş dayanmır. Biz uduzmamışıq Frankfurt'a. O vaxtı deyirəm. ...2013 Qarabağ, ha burada uduzmuşuq. 2013 Qarabağ Frankfurt 0-2 gerideyik ama azarkeş dayanmır. Ve 2026 3-2 azıcık dayanamam bu dəfə. Giri sərə adım ver. Bu sözler nəsə tanış değil. Oraya getməliyik. Buraya ne istəyir götür. Tapşırmışam, narahat olma. Birini de sənin adına götürək. Pulunla değil. Zəng eləyərəm bırakarlar. İmtihandan çıxan kimi beynimdəki mən mənim səsim belədir. 5 aydan sonra Azərbaycan. Mən heç tuz vurmamışam. Mənə də tanış deyil. 31 imtahan. 31 imtahanım var. Yanvarın 31'i. 6. gündür. Mən heç tuz batırmamışam alçıya. Alçı çox yeyən biri deyiləm. Onu fikirləşdim. Yəni bir ara oturub elə evdə olanda oturub yeyirəm çoxlu amma həmişə axtarmıram. Adamlar var ya böyle spitsonla alçı olsun yeyərdim. Mən çox axtarmıram yəni. Çiyələyi axtarıram məsələn. Qarpızın rəngi nəsə. Əncir. Burada qara tut, ağ tut var idi. Bizim məhəllənin biraz böyle sol tərəfində bir dənə böyle başqa bir məhəlləyə birləşir. O məhəllədə. Digər məhəllədə də, yəni digər küçədə. Orada da bir dənə balaca it var idi, Zvanok. Mən də itin yanında dərirdim, yeyirdim, itə də verirdim, özüm də yeyirdim, uşaq idim də. Qəşəng günlər idi. Çox böyük idi öz ağac. Ağaclar daha doğrusu, çünki 3 dənə idi. Bizim evdə tut yox idi o vaxt. İndi var mı? İndi ki papa milyard dənə ağac gətirib. Nəsə həyətdə nə ağac var heç özüm bilməm. O şaftalı var ha. Şaftalı ölürəm də, yəni şaftalı. Yemişi Highheart, ha tez oyun. Yemişi qarpızdan daha çox xoşlayıram. Dostu qorxu, düşmana güvən verir. Gilas. Vişne yok, gilas xoşlayıram. Bu vişne heç şey değil de, yani barışmır da o tali ne dillerde o kısmetim. 60 GB 10 manat. 10 manat yüklendi. Sizin günlük 5 GB paketi of. Çok pis bir şeydi de. Yani lənətə gəlsin də bu hisslər. Oxşar şeylər çox yaşamışam. Çox pis bir şey. Özü bu arada mən dayanmadan mesela hər gün bir 7 dəfə falan mesaj gəldi. Yəni rahat bir 7 deməyim, 4-5 dənə mesaj gəlir. 3 manat 99 qəpiklik, nə bilim, əla saat paketiniz yenilənmədi. Hashtag reklam deyil. Allah qaqaş, əla saat bir dəfə qoşulursan 1 manat verirsən, bitdi də, yəni 7 qəpik, 10 qəpik saatla danışa bilirsən. 10 qəpik çıxır və sən 1 saat danışsan. Əvvəl 7 idi. Get-gedə artırdılar. İndi qoşulduğun halda hər ay aylıq 4 manat istəyir səndən. Değiştirip başka tarife adı kesmek istəyirsən, yoxdur. Normal bir şey yoxdur. Hər şeydən əlavə adlarını verməyim.
nömrələr var. Nə deyirdilər ola? Operatorlar var. Yəni aktiv qalması üçün nömrənin səndən pul tələb eləyir. Bax bir var ki, neçə aydansa bir məsələn iki tərəfli bağlanmasın deyə ödəyirsən. Bir də var ki, o hər ay nə qədərsə pul istəyirlər səndən. Yəni hara gedirlər bunlar? Özü neçə milyonlardan çox pul yığırdılar. Milyarda da satacaqlar deyəsən. İllik də deyil, 5 aylıq falan yığdıqları pul. Normal, yəni yarım milyard zad idi. Bir operatordan aşağı. Bizdə vişne ağacı var. Bizdə vişne ağacı var həyətdə, amma yemirik, turş olur. Hə, vişne turş olur. Əvvəl 3 manat vururduq, bir ay. Ay sağ bir ay açıq qalırdı. İndi heç də yəni. İndi 3 manat vursan bir hə. Hətta məsələn belə bir şey var idi, belə bir taktikada işlədilirdi. Məsələn, bir dənə necə deyim, paket almaq istəyirsən 3 GB-dır da, məsələn 6 manatdır. Sən bu 6 manatı məsələn deyirəm də, balansında 3 manatın var. İndi balansdan sonra heç nə qalmır. Nə vururuq öz-özünə yoxa çıxır. Hər şeydə bir bəhanə tapırlar. Yəni sübut eləyə bilmirsən heç kimə işlə. Məsələn 3 manat var da balansda. 3 manat yükləyirsən ki, 6 manatlığı alasan, alırsan 3 manat hal-hazırda 1 ay tutmadığı üçün, yəni niyə tutmur bilmirəm də, 1 ay getmir. Sənə SMS gəlir ki, bəs bir tərəfli bağlandı nömrən. Bir tərəfli bağlandığı üçün də megabayt da işlədə bilmirsən. Deyir, açmalısan nömrəni ki, megabayt da işlədə biləsən. Belə bir şeydir. Amma durmazsan ki, biraz çox bir neynirlər başa düşmürəm. Yəni dostum kursa gedir o da. Hər gün gedir də o. 10 GB alır. Yo. 30 GB alır 10 manata. Səhv eləmirəmsə. Deyir, heç sən işlətmirəm, deyir, mən günlük deyir 100 megabayt zada işləyən adamam da. Instagrama zada da girmiş. Şu sən necəsən? Girdim deyir, görürəm ki, bu dəqiqə alıb ha. Elə bir gəldi evə, axşam baxır ki, 1 GB gedib. Çox belə lazımsız və qəribə şeylər baş verir. Nəsən Murad? Salam. Xoş gəlmisən. Gördü ki, ürəyi deşibdir. Nə deyir? Rəhmətliyə ilk yardım olunmasaydı bəlkə də yaşayardı. Ofşum. Qoyduq, getdik, gəldik, gördük, ölübdü. Elə danışır. Ürəyi deşib. Görmüşəm bunu deyəsən. Ürəkdən də fıskırır. Fıskırır. Qoşun ürəyi tikdik, qanı dayandırdıq. Gələnə kimi də çoxlu qan itirik. Ürəyi tikdik. Belə şok vəziyyətində qanı dayandırdıq. Sonra da qan vurmağa başladıq. Qoyduq. Gözü belə deyir, bunda qan vuracaq. Getdik, reanimatoloq qan vurub, səhər gələndə gördük rəhmət. Ya bu arada belə danışdıqlarına baxmayın. Çox yaxşı işləyə bilər də, yəni bilmək olmaz o adam necə işləyir. Danışır, mırtdaşırıq edir, mizahlardır, amma ki köhnə şey nə də məsələn danışa bilmir baxırsan ki də, yox da bu adamın. Amma əl qabiliyyəti, o iş barəsində olan əl qabiliyyəti elə yaxşıdır ki, yəni şahid olmuşam bir 3-4 belə bir şeylərə. Əskərdə zətdə çox görmüşəm. Necə iş taparam? Necə ev, maşın ala bilərəm, məktəb? Keçmirlər bu arada. Məktəblərdə də heç nə keçmirlər. Yəni biz kursa gedirik də. Kursda keçilir də istər-istəməz. Uşaq texnikuma gedir paralel olaraq. Texnikumdan gəlir kursa da təbii ki. Deyir, heç nə keçmirlər bizə. Oturmuşuq, deyir, nerede oynuyoruz şeylə, müəllimlə. Salam, xoş gəldin. Aleyküm salam, Ruslan, xoş gəlmisən. Necəsən? 350 milyon bir ay dolan... Hə, manatsan. Bir ay dolanmağa çalışam mən. Kef eləyə. Bir ara mən 80 manatla dolanırdım bir ay. Kef elə deyirəm də. Başım bax. Öyrəncəli yiyə biz. Bunu çox görmüşəm. Yo, bunu görməmişdim. Necə döndü baxdım. Hitler باشه in the house.
Arxasına keçən maşın. Far Cry Saglig Twima Daha Anandirichi Cylinder. Far Cry sağlıq təzəmə daha inandırıcı səslənir. Sən idin Far Cry oynayan bu yaxınlarda? Kimsə Far Cry oynayır? Yo, sabır. 4 dost, 2 parta, sonsuz xatirə. Adam çox darıxır. Son illərimizdə 6-cı günlər məsələn bəzən dərsə getmirdik. Dərsimiz az idi də deyək də. Biraz böyük sinif idik. 9 falan idi, 11 yox ha. Pəncərədən zətdən biz qaçırdıq dərslərdən zətdən. Eləcə şeylər var. Birinci mərtəbəyə vermişlər bizi. Pəncərədən qaçırdıq. Uzun idi yolumuz. Biz də məsələn çıxıb gedəndə də tramvay pəncərədən gedirdik. Əlləşmirdik bir də. Lazım olanda da dərsdən də qaçırdıq. Ola 6-cı günlər dərsə gəlmirdik də. Çox az adam gəlirdi. 6-cı gündə durub dərsə gəldik. Çünki 9 elə idi ki, 9-dan sonra çox adam dağılışdı. 10-11 əməlli bardaq da, yəni başqa siniflərlə birləşdik falan filan. Ümumiyyətlə bizim keçib keçməyəcəyimiz bəlli deyildi. Bizdə direktor zət dəyişirdi. Çox qəribə şeylər var idi. Manat yox, megabayt internet. Mən də deyirəm 350 manatdan necə yaşayır. 350 manat yəni də pisdir. Megabayt lap əvvəllər 50 megabayt götürürdüm. Bir həftə gedirdi, yoxsa 2 həftə gedirdi. Lap əvvəldən danışıram. Yəni WhatsApp yerinə biz Facebook'u daha çox işlədirdik də, elə deyim sizə. WhatsApp daha az istifadə olunurdu. 6-cı gün dərs olurdu sizdə. Günorta smeni idi yoz. Sonra səhər smeni oldu. 6 saat idi. Elə bil ki 6 dərs olurdu istəmişəm. Sonra 7 dərsə qaldırdılar. 350 megabayt verəm. Hə, maraqlıdır. Oy, kom. Qalıb ki elə bir şey. Ay, Gəncol var idi şeydə, Azərbaycanda ləğv edildilər. Məcbur özün bir dənə yığa bilirsən, megabayt da zətdə. Oradan 3-4 manat artıq həll edirəm. Mən də oynayıram. Ubisoft'un X xətası verir. Bilmirəm, laptopum gündən günə məndən əlini üzür olur. Notebooklar gündən günə əl üzə bilir. Şeyə yoxlatdır. Gör qrafik kartın işləyirsən ümumiyyətlə, bəlkə yanıb. 50 dəqiqədə heç olmasa. Neyini yiyirsən balam? Qaqaş 5-dən R'yə atdı. Qaqaş protif yola girməyi gözə aldı. Heç ürəyim birazdan uşaqlarla pese gedeceğim sen neyleyirsen. Hiç ev boştu diyecektim gel bize daha gelirsen. Böyle deyim de. Onsuz da indiki dövür ve dost yoktu. Sabahınız xeyir Emin bəy. Çox sağ olun, necəsiz? Emin bəy, ofis çox soyuqdur. Kondisionerlə peçi bir yerdə qoşa bilərik. Kondisionerlərlə bir yerdə məzələsin iş buyurur. Kondisioner istisi var da, onu demək istəyir. Bütün işlər daxil. İşləmir, ofis soyuqdur. Qoşun, indi gəlib baxacağım mən. Yaxşı, oldu, sağ olun. Mən sizdən bir şey soruşmaq istəyirdim. Bir dənə valideyn gəlib, konsultasiyaya girmək istəyir də, UK Kanada üzrə. Mən danışım ondan, yoxsa necə sizi gözləyək? Yox, bir Nə elə bunlar müdürü əsəbləşdirməyə şey eləyirlər, fokuslanıblar hamısı. danış da, məni gözləyirsən. Həqiqi, nə bilim dedim birdən sizdən soruşum, okey olmaz birdən girmək. Yox, gir danış. Adam bu sözdə deyir ki, Özümə təsəlli edirəm, nömrəmi bağlamamaq üçün 3 manatı dəyərli xərcləmişəm kimi hissin. Canay Murad. mən su zakaz eləyim yoxsa yox. Abi nə sual var deyirsiniz? Siz niyə zakaz eləsin də? Məndə niyə soruşdu bir şey? Nə bilim. Almasınız da bağlı ofisdən olur, zıqqazıq, bir yandan gelir, Eşdirəm. Fərid bəy gir marketin görüşü keçirirdi. Mən ora girim yoxsa yox? Görüşə. Sən özlərlə danış da, niyə də girməyəsən?
Axırda bilirsən də ofisi bağlayın bu günlük, sabah mən özüm Bilmem gələcəm. dedim bir soruşum birden nəsə deyərsiniz. Abi şəhərdən qəribə suallar verirsiniz. Hamısınız bir yığın su gəlməyib, biri deyir kondisioner, nə bilim. Doğrudan. Fərq deyir ki İtalya postu Axırda belə doğrudan. falan. Olar düzəldim. Ya palit eləmək Doğrudan. dərəcəsinə bax bir də. Fərq deyir ki İtalya postu düzəlt falan. Olar düzəldim. Telefonsu Fərid bəy deyir ki, neyim? Düzəldim deyə mənə. İtalya postu neyini? Düzəldə bilərəm. Aslında mən dəli eləyəsiniz. Bu səhərdən nə güclü suallar siz verirsiniz. Yəni bu məsələ heç məndən yoxsa bu nədir bu? Güzel də bu məndən niyə soruşsan bu? Hər halda da ofisəli fərid. Bəli. Elmər bir dənə video var idi. İstəyirəm sizə göndərim. Əgər uyğunsunuzsa onu sizdən çəkərdik də olar. Olur, göndər. bu videonu göndərməyib də. No. Ya bunu göndərməyib. Ukraine. China. Kamerun. Nein, ich glaube, es ist Senegal, oder? Nee, Mali, glaube ich. Egal, ich lasse den. Verschwunden. Mazedonien. Peru. Boah! Ich weiß es sogar. Aserbaidschan. Aserbaidschan. En azından ölkəmizin adını bilir. Was ist denn das? Weiß doch nicht. Kasachstan. Hacı deyir. Şey mahnısıyla elində bir dəfə də Ay Seju Pegu Delisa Delisa. O vaxtın bir dənə məşhur idi. Ayda. 80-90% uşağın xəyalıdır yəni bu ev. Ağacda. Təsəvvür et, Amerikada zətdə eləyirlər həqiqətən bunu ya da Avropada bilməm indi harası da. Ama böyle bir şey görmüştüm. Söğütler başın əyəndə, sənə yarım deyəndə. Söğütlər başın əyəndə, sənə yarım deyəndə. Video bitmez ha. Sanaram Evet. dünya mənimdir, gözünə gözüm deyəndə. Deyəndə. Sanaram dünya mənimdir, gözümə gözüm deyəndə. Həmişə belə yorumlamasını istemişim. Kimse kommenti silindi orada. Soyuq məzar tək mi qalar, insan ölən şəkli